Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda MIQ imtahana hazırlaşan ibtidai sinif müəllimləri üçün riyaziyyatdan keçirilmiş onlayn sınağının izahına baxacağıq. Əgər sonda video izahının sizə bir faydası varsa, videonu bəyənib, kanala abunə olub, videonu paylaşa bilərsiniz. Vaxt itirmədən başlayaq sualların izahına. Birinci sualda bizə deyir ki, bir-birinə xaricdən toxunan iki çevrədən mərkəzi A olan çevrənin radiusu, mərkəzi B olan çevrənin radiusundan 3 dəfə kiçikdir. DB məsafəsi AC məsafəsindən 12 sm az olarsa, AB məsafəsi neçə santimetrdir? İndi burada necə eləyir? Bizə deyir ki, A çevrəsinin radiusu B çevrəsinin radiusundan 3 dəfə kiçik. Onda biz əksinə götürərik. Bu A çevrəsinin radiusudur, buradan bura olan hissə. Bu isə B çevrəsinin radiusudur, buradan bura olan hissə. Radius nə idi? Mərkəzi nöqtədən qıraq nöqtəyə qədər olan məsafə. Biz onda əksinə A-nı x götürsək, A B-dən 3 dəfə kiçikdirsə, B onda A-dan 3 dəfə nə olmalıdır? Böyük. B-nin radiusu onda olacaq 3x. Və buradakı məsafələri də yazaq. Deməli, burada olacaq 3x. Radiuslar bir-birinə bərabərdir. Burada olacaq x. İndi nə deyir? Bizdə onu. DB məsafəsi. DB nə qədər olacaq? DB, yəni buradan bura olan hissə. DB-də nələri görürük? X var. Deməli, x. Üzərinə gəl bir də x var. Yəni A-nın radiusu yerləşir orada. Və B-nin A-nın 2 radiusu, ümumi belə deyək, diametr və B-nin də 1 radiusu. Üstə gəl 3x. DB məsafəsi oldu 5x. AC məsafəsi deyirsə, AC məsafəsində nələr var? Onları qeyd edək. AC məsafəsi də buradan bura olan hissədir. Deməli, nələr var? X var, x. Sonra üzərinə gəlsin 3x 1 var və 3x də 1 var. Cəmi edir nə qədər? AC məsafəsi oldu 7x. Və deyir ki, DB AC-dən 12 sm az. Deməli, AC-dən, yəni 7x-dan çıxsan 5x-i həmin bu 12 sm-ə bərabər olmuş olacaq. Onda buradan 2x bərabər olacaq 12-yə. 12-ni 2-yə bölsək, x-i taparıq 6 sm. Bizdən AB məsafəsini soruşur. Yəni, buradan belə olan hissə. Buradan bura olan hissə nə soruşur bizdən? AB-də nə yerləşir? Həm A radiusu, həm də B radiusu. Bunu belə qeyd edirik. AB onda olacaq x üzərinə gəl 3x. Yəni 4x. X-i də 6 tapdığımıza görə onda olacaq 4 vur 6. Cavabımız eləcək 24 santimetr A variantı. Və yaxud da A-nın da radiusunu ayrıca tapardıq. A-nın radiusu nə qədər olacaq? A-rı yazaq, yəni radiusu 6-dır. B-nin radiusu nə qədərdir? 3x olduğuna görə 3 vur 6-ya 18. A-dan B-yə qədər olan məsafə 6 üzərinə gəlsək 18-i yenə cavabı 24 almış olaraq. Keçək növbəti suala. İkinci suala baxırıq. İkinci sualda bizə deyir ki, kater göldə 2 saata 46 kilometr, çayın axını ilə 3 saata 81 kilometr və 4 saat çayın axınına qarşı yol getdi. Kater cəmi neçə kilometr yol getdi? Bura qeyd edək, deməli, ümumi getdiyi yollar. Nə qədər yol gedib? 46 kilometr 1, 81 kilometrdə 1. 4 saat axına qarşı nə qədər yol gedib? Onu tapmalıyıq. Ona görə bizə nə lazımdır? Həm katerin sürəti, həm də çayın sürəti. Göldə sürət dedik ki, katerin öz sürətidir. Öz sürəti. Nəyə görə? Çünki göldə su hərəkətdə olmur. Yəni nə katerə mane olur, nə də katerə kömək olur. Heç biri olmur deyibən, katerin öz sürəti olur. 2 saata 46 gedirsə, bəs katerin öz sürəti nə qədərdir? 46-nı bölürük 2-yə düşür 23. Axın ilə deyəndə katerlə çay toplanır axı. Və 3 saata 81 gedir. Onda 81-i bölərik 3-ə, düşər nə qədər? 27. Yəni katerlə çayı toplayıb, sürətlər cəmi neçədir? 27. Katerin sürəti neçə idi? 23. Üzərinə gəl çay bərabərdir 27. Onda çayın sürəti nə qədərdir? 27-dən 23-ün çıxsa, çayın sürəti olur 4 kilometr böl saat. Və bizə nə lazımdır? 4 saat axına qarşı nə qədər yol getdi? Axına qarşı deyəndə isə katerin sürətindən çayın sürəti çıxılır və zamana vurulanda S gedilən yolu tapır. Katerin sürətini tapdıq 23. Onda yazırıq ki, 23 çıxılsın. Çayın sürətini tapdıq neçə? 4. 23-dən çıxırıq 4-ü. Vururuq neçə saat deyir bizə? 4 saat. Vururuq onda 4. 19 ilə 4-ə vuranda bu deyilir 76. 76 kilometrdə buradan getmiş olacaq. Onda cəmi nə qədər olacaq? 46 1 getdi, qeyd edək. 46 1 getmiş. 81 1 getmişdi. Və 4 saat axına qarşı biz tapdıq 76 getmiş olacaq. 6 6 12 o da 1, 13 1 yadda, 4 8 12 o da 7. 19 o da 1,
20. Cəmi 203 kilometr yol getmiş olacaq. Cavabımız olacaq ikinci sualda B variantı. Keçək növbəti suala. Üçüncü suala baxırıq. Üçüncü sualda bizə deyir ki, birinin sürəti digərin sürətindən 20 kilometr böl saat çox olan iki avtomobil A və B məntəqələrini eyni vaxtda, eyni istiqamətdə hərəkətə başladı. Və 3 saat sonra avtomobillər eyni məntəqədə oldular. Baxın, bura qədər olan hissəni həll edək. Deməli, 1 və 2 avtomobil, 1, 2 qeyd etdik. Birinin sürəti digərindən 20 kilometr böl saat çox. Yəni, birinin sürətini x yazsaq, digərin sürəti olur x plus 20. Və yaxud da birinin sürəti x olsa, digəri x çıxılsın 20. Heç bir fərqi yoxdur. Və yadımıza salırıq ki, eyni istiqamətdə hərəkətdə sürətlər fərqin, yəni x plus 20 çıx x. Sürətlər fərqin biz zamana vuranda, zamanda nə qədərdir? 3 saat. Zamana vuranda biz məsafəni tapırdıq. Onda bu da bərabər olacaq. X-lar burada islah olar, x-dən x-i çıxdıq 0. 20-ni 3-ə vurduq, bu elədi neçə? 60 kilometr. Deməli, AB məsafəsi nə qədərmiş? Baxın, burada qeyd edək. Tutaq ki, bu A, bu da B. Deməli, AB məsafəsi ümumi bunların arasında 60 kilometrmiş. Çünki eyni istiqamətdə hərəkət ediblər ki, arada 60 kilometr olub. 3 saat sonra hər dəfə 20 çoxdur axı. 1 saata 20, ikinci saata 40, üçüncü saata 60 bunu tamamlayıb və ikisi də eyni məntəqədə olublar. İndi isə bizə deyir ki, avtomobillər A və B məntəqəsindən eyni vaxtda qarşı-qarşıya, artıq qarşı-qarşıya hərəkət etsəydilər, 24 dəqiqə sonra görüşərdilər. Qarşı-qarşıya isə nə edirik? Sürətlər cəmi və məsafə nə qədərdir? Məsafəni biz tapdıq 60 kilometr. Yəni 60 kilometri bunlar gedərdi. Neçə dəqiqə? 24 dəqiqə. Sürəti də biz kilometr böl saat nə deməkdir? Yəni 1 saatımız 60 dəqiqədir. 60 dəqiqə nə qədər yol getdiyinə görə tapırıq. 60 kilometri 24 dəqiqə gedirlərsə, bəs 60 dəqiqə nə qədər gedirlər? 60 dəqiqə olur x. X yazmayaq, eyni x qarşı olmasın. Tutaq ki, burada 1 olsun, məsələn, A. A ilə qeyd edin. Onda çarpaz şəkildə vursaq, A vur 24 bərabər olar 60 vur 60-a. 60-ı 60-a vurub 24-ə bölsə, A bərabər olar 150. Və dedik ki, qarşı-qarşıya hərəkətdə isə nə olurdu? Sürətlər cəmi. 1 saniyə. Sürətlər fərqini onsuz bizə vermişdim. 150 nə oldu? Cəmi. Sürətlər fərqi də 20 idi. Yəni, deməli, birinin sürəti x olanda, digərinin sürəti x plus 20 qeyd etməmişdik. Və bunların da cəmi nə qədərdir? Cəmi də 150-dir. Çünki 24 dəqiqə 60 kilometr gedirlərsə, 60 dəqiqə, yəni 1 saata 150 kilometr birlikdə gedərlər. Qarşı-qarşı olduğuna görə. Onda tərəf-tərəfə toplasaq, x da x, 2x üzərinə gəlir 20 bərabərdir 150-yə. 150-dən 20-sini çıxsaq, 2x bərabər olar 130-a. 132-yə böləndə x bərabər olar 65-ə. Deməli, birinin sürəti 65, digərinin sürəti x-in yerinə 65 qoyanda, üzərinə 20 gələndə 85-miş. Və həqiqətən sürətlə fərqi 20-dirmi? Bəli. Sürəti çox olan avtomobil 1 saata neçə kilometr yol gedər? Sürəti çox olan avtomobil sürəti nə qədərdir? 85. Elə 1 saata nə qədər gedəcək? 85-i ilə 1-ə vurduqda da yenə də cavab 85 olmuş olar. 1 saata nə qədər yol gedər? O deməkdir ki, elə sürətini tapmaq lazımdır. Kilometr böl saatını. Bütün suallara cavabımız oldu. C variantı. Keçək növbəti suala. 4-cü suala baxırıq. 4-cü sualda bizə deyir ki, Eldar evlə məktəb arasındakı məsafəni eyni sürətlə gedərək yolun 8-də 5 hissəsini 4-də 3 saata gedir. Bura qədər biz ümumi tapa bilərik ki, Eldar məktəblə ev arasında məsafəni ümumi nə qədər vaxtda gedir? 4-də 3 saata deyir, düzdürmü? 4-də 3 qeyd edək. 1 saniyə. 4-də 3 saat yazır. 1 saatımız 60 dəqiqə. Bəs 4-də 3 saatı nə qədər olacaq? 60-ın 4-də 3-ünü tapmaq üçün böləcəyik 4-ə, vuracağıq 3-ə. 4-ə böləndə 15, 15-i 3-ə vuranda bu deyilir 45 dəqiqə. Yəni, hansı hissəsinin 45 dəqiqə gedir? 8-də 5 hissəsi. 8-də 5 hissəsi 45 dəqiqəlik yoldursa, ümumi yola nə qədər vaxt sərf edir? 8-də 5 hissə nə qədərmiş? 45 dəqiqə. 8-də 5 hissəsi 45 olanı tapmaq üçün 45-i bölürük. 5-ə vururuq 8-i. 45-i 5-ə böldük 9, 9 8-in bu eləyir 72 dəqiqə. Yəni, ümumi məsafə evlə məktəb arasında 72 dəqiqəlik yolmuş. İndi deyir ki, məktəbdə ilk dərs 9:00-da başlayır.
eyni sürətlə hərəkət edərək evdən saat neçədə çıxsa, ilk dərsin başlanmasına 12 dəqiqə tez çatar. 12 dəqiqə tez çatarsın. 72 dəqiqəlik bunun yolu olacaq. 12 dəqiqədə tez çatmaq, yəni 72 dəqiqəlik yola vaxt sərf plus 12 dəqiqədə evdən tez çıxmalıdır ki, 84 dəqiqə daha tez belə deyək, yolda olması, yəni 84-dür. 84-ün 72 dəqiqəsi yola gedəcək. 12 dəqiqədə məktəbə ilk dərsin tez başlamasına, yəni ilk dərsin başlanmasına 12 dəqiqə qalmış daha tez çatmış olacaq. Yəni bizə nə qədər vaxt lazımdır? 84 dəqiqə. 84 dəqiqəni də saata çevirsək, 1 saatımız 60 dəqiqədir. 60-ın çıxanda bu deyilir 1 saat, yerdə qalır neçə? 24 dəqiqə. Yəni 1 saat 24 dəqiqə evdən tez çıxmaq. Saat neçədə başlayırdı ilk dərs? 9:00-da. Onda 9:00-dan çıxmalıyıq nə qədəsi? 1 saat 24 dəqiqə. 9:00 biz yazarıq. 08 1 saatdan götürdük. 1 saatımız da 60 dəqiqədir. 08 yəni 8 saat 60 dəqiqə kimi. Çıxarıq bundan 1 saat 24 dəqiqə. 60-dan 24-ün çıxanda yerdə qalar 36. 8-dən 1-in çıxanda bu da eləyər 07. Yəni 07:36-da evdən çıxmalıdır ki, 72 dəqiqə bunun yolu və 72 dəqiqənin ümumi üstünə gələndə bu edər 08 48. 08 48. Yəni yerdə qaldı nə qədər? 12 dəqiqə. İlk dərsin başlamasına 12 dəqiqə qalmış, daha tez çatmış olacaq. 4-cü suallara cavabımız oldu Y variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, kəsrləri müqayisə edin. A-da yazıb, deməli 4-də 3. 4-də 3 o nə deməkdir? 3 bölünsün, yəni 4. Hər birin onluq kəsr şəklində yazarıq. 3-ün içində 4 yoxdur, yazarıq 0 dəfə. 30 yazsa, 30 içində 4 7 dəfə. 7 4-ün 28. 2 yazarıq. 20, 20-ni 4-ə böləndə 5. Deməli, A bərabər olar 0,75. B onluq kəsr formasındadır. 0,705. C bərabərdir 0,94 və D bərabərdir 0,904. Onluq kəsrlər mövzusunda da izah etmişdik ki, onluq kəsrlərin sonuna istədiyimiz sayda nə yaza bilərik? Sıfırlar yaza bilərik. Məsələn, baxın, bura sonsuz sayda nə yaza bilərik? 0 yaza bilərik. Heç bir mənası yox. Daha rahat olsun deyə mən hər biri, deməli, ən böyük neçədir? 3 rəqəmliyə gəlsin deyə mən hər birinin arxasına yazaram. 0 yazmış olaram. Və indi rahat şəkildə müqayisə edə bilərik. 0 tamlarına artıq bir işimiz yox. 750, 705, 940, 904. Bunların içində ən böyük hansıdır? C. Deməli, C ən böyükdür. 947. Sonra yerdə qalanların içində 904-dür, yəni D-dir. C böyükdür D-dən. 904-ə getdi. 750, 705. Yenə içində ən böyük hansıdır? Deməli, A-dır. Yəni 750-dir. Sonra isə yerdə nə qalır? A da böyükdür B-dən. Deməli, ən kiçikləri B-dir. B-dən böyük A, A-dan böyük D, D-dən də böyük C-dir. Cavabımız olur D variantı. Kimlərin ki, onluq kəsrlərdə çətinliyi varsa, ətraflı izahı da kanalda yerləşdirmişik. Oradan da baxa bilər. Keçək növbəti suala. 6-cı suala baxırıq. Uzunluğu enindən 1,2 dəfə, hündürlüyündən 0,8 dəfə böyük olan kuboidin bütün tillərinin cəmi 0,174 metrdir. Bu kuboidin həcmi neçə kub santimetrdir? Ümumiyyətlə, tilləri tutaq ki, bura A yazaq, bura B yazaq, bura isə 1C yazaq. Tillər cəmi, qaydamızı təşkil edir. Tillər cəmi. A-dan da baxın, 1, 2, 3, 4 dənə var. Və yaxud da B-dən də 1, 2, 3, 4 dənə olur. Yəni 4A üzərinə gəl. C-dən də 4 ədəd olur. Üzərinə gəl 4B, üzərinə gəl 4C. Bu elə o deməkdir ki, 4-ü ortaq vuruq çıxarsaq, 4 vurulsun A üzərinə gəl B, üzərinə gəl C. Yəni, eni, uzunluğu, hündürlüyü toplayıb 4-ə vuranda bütün tillər cəmi tapmış oluruq. Bu belə. Sonra isə həcmi deyir. Həcmi də yadımıza salaq. Həcm də V bərabərdir. Həcm ümumiyyətlə kuboiddə də, kubda da en vur uzunluq vur hündürlük. Yəni A vur B vur C. Bu isə nəyi verir bizə? Həcmi vermiş olur. Bu oldu bizim qaydamız. İndi isə qaydaq suala. Yazdıqlarımızı silək burada.
Qaydalarımızı bildiyimizə görə indi verilənləri yazaq. Nələr var? Uzunluq, en və hündürlük. Müxtəlif cür həll edə bilərik. Biz üçün daha rahat nə ola bilər? Geri qayıtma ilə tənlik qurmaq daha sadə olmuş olar. Uzunluq enindən 1,2 dəfə, hündürlüyünə də 0,8 dəfə böyükdürsə, onda uzunluğu 1,2 vurulsun 0,8. 8 12-yə vuranda 96, verilən sayı 2 dənə rəqəm 0,96 yanına 1x yazarım. Dəyişən formasında yaza bilərikmi? Bəli. Bir daha qeyd edim yoldaşlar. Kimin onluq kəsirlərdə çətinliyi varsa, mütləq kanalımızda yerləşdirdiyimiz onluq kəsirlərin bölünməsi, çıxılması, vurulması hər bir demək olar ki, hissəsinə aid izahlar var. Onları mütləq öyrənməlidir. Çünki imtahan çərçivəsində də bilirik ki, nələr düşəcəksə, onların içində də onluq kəsirlər var. Nəysə, davam edək. Enindən 1,2 dəfə böyükdürsə, əksinə onda eni uzunluqdan, yəni 0,96x-dan 1,2 dəfə nə olacaq? Kiçik. Böləcəyik. 1,2-ni 0,8-ə vurub 0,96 almışdıq da. Onda böləndə düşəcək nə qədər? 0,8x. Hündürlüyündən də 0,8 dəfə böyükdürsə, əksinə deməli hündürlük uzunluqdan 0,8 dəfə nə olmuş olacaq? Kiçik. 0,8-ə böləndə 1,2x almış olacaq. Çünki ikisinin hasili 0,96 edirdi. Nəysə, davam edək. Və bizdən sonda neçə kub santimetr soruşur. Onda 0,74-ü santimetrə çevirək. 1 metrimiz 100 santimetr. Onda 0,74 metr neçə santimetr olacaq? 100-ə vuranda necə olurdu? Sıfırların sayı qədər vergül sağa gəlirdi. 2 sıfır var, 2 dənə sağa gələndə bu eləyir 74 santimetr. Və bayaq da qeyd etdiyimiz kimi tillərin cəmi tapmaq üçün 0,96x üzərinə gəl 0,8x üzərinə gəl 1,2x toplayıb cəmin vururduq neçəyə? 4-ə. 4-ə vuranda bu 74 santimetrə bərabərmiş. İndi hesablayaq. 80 qəpik, bax bunu belə fikirləşin. 80 qəpik 1 manat 20 qəpik. Cəmi nə qədər eləyir? Cəmi eləyir, deməli 1 20, o da 80, 2 manat. 2 manat üstə 96 qəpik gələndə bu eləyir 2,96x. Vurulsun nəyə? 4-ə bərabərdir 74 santimetrə. 4-ə vuranda 4 6-nı 24, 4 9-un 36, o da 2, 38, 3 yadda, 4 2-in 8, o da 3, eləyir 11. 11,84x bərabər olur 74 santimetrə. X ilə tapmaq üçün 74-ü x bərabərdir 74-ü bölürük 11,84-ə. 74-ün içində 11 düşər 6 dəfə. Bərabərdir 6, 66, orada qaldı deməli neçə? 4, 8. 8 içində düşər deməli 2. Yerdə qaldı neçə? 5. 6,25 düşmüş olur. X-i tapdımı? Tapdı. Bizə nəyi soruşur? Kuboidin həcmi neçə kub santimetrdir? Aparıb yerinə qoyaq hər birim. Uzunluğu nə qədərdir? 0,96. Bir də saniyə. Burada qeyd edirik. Onda 0,96-nı vururuq 6,25-ə. 0,6-dan 125-ə vuranda deməli 6-ya vursa 96, 4də 1-i qədər. Bu da edəcək elə bizə neçəni vermiş olacaq? 4də 1-i qədər də 25, 4də 1-i qədər. 6, 6, 36, 6, 9, 54, 3 oradan 57, 6-nı ilə bizə vermiş olacaq. Uzunluq oldu 6. Sonra enin yazaq. Eni nə qədərdir? Enin yazmışdıq üstə 0,8. Deməli 0,8-i vururuq 6,25-ə. 6 8-in 48, 25 deməli 2, 4də 1 dənəsində 2 eləyəcək, 48 o da 2. Bu eləyəcək 50, 0-ını siləcək, yəni 5 tam. En etdi 5. Hündürlüyün tapaq. Hündürlüyün qeyd etmişdik. Nə qədər? 1,2x. Deməli 6-nı tam %25-i vururuq 1,2-yə. 6-nı 1,2-yə vuranda bu düşdü 7,2. 25 4də 1-i qədər, bu da eləcək 7,5. Həm uzunluğu, həm hündürlüyü, həm də eni tapmış olduq. Həcmi dedik necə tapılır? Həcm V bərabərdir A vur B vur C şəklində. Onda olacaq 7,5 vur 5-ə vur 6-ya.
6 yazaq. 6 5-in 30, 7,5-i 30-a vuranda 0 gedər. 75-i vurmalıyıq nəyə? 3-ə. 75-i 3-ə vuranda 3 5-in 15, 3 7-nin 21, o da 1 22. Həcm edəcək 225. Cavabımız olacaq B variantı. 7-ci suala baxırıq. Uzunluğu enindən 5 dəfə böyük olan düzbucaqlının hər iki tərəfindən olmaqla eninin ölçüsünü 75% azaltdıqda perimetri 27 desimetr azalır. Düzbucağın uzunluğu neçə desimetrdir? Baxın, belə bir tutaq ki, düzbucaqlımız var. Çəkək. Uzunluğu enindən 5 dəfə böyükdür. Yəni eninə biz x desək, uzunluğu olacaq 5x. Əvvəlki perimetr nə qədər olur? Düzbucağın perimetrini tapmaq üçün n ilə uzunluq toplanır. 5x üzərinə gəlir x və vurulur 2-yə. 6 6-nı 2-yə vurduq 12x. Bu əvvəlki perimetrdir. İndi deyək ki, düzbucağın hər iki tərəfinə olmaqla eninin ölçüsünü 75% azaltdıqda n-x'i də axı 75% azaldırıqsa neçə faizi qalır? 100-dən çıxanda 75-in yerdə qalır 25%. 25% bunun nə qədəsi deməkdir? 25%-i 100%-ə böldükdə, yəni 4də 1 qalır. İndi olacaq perimetri nə qədər? Onda n olacaq 4də 1 x, üzərinə gəl 4də 1 x, üzərinə gəl uzunluqlar 5x, üzərinə gəl 5x. Cəmi bu nə qədər eləyir? 10, 4də 1 isə 4də 1, bu bizə verir 4də 2, yəni 2də 1. 10 tam 2də 1 x. Oldu mu perimetri? Bəli. Və deyir ki, perimetri 27 daha doğrusu, 27 desimetr azalır. Onda əvvəlki perimetrindən, yəni 12x-dan çıxanda 10 tam 2də 1x-in bu bərabər olur neçəyə? Həmin 27. 2də 1 də yoldaşlar nə deməkdir? Baxın, 1 manatı 2 yerə böləndə düşür nə qədər? 50 qəpik. Və yaxud da 1 2-yə böləndə 0,5 oradan yaranır. 10 tam, bu da 0,5. Bu eləyir, bir dəfəni yazaq. 10 tam 10'da 5 şəklində. 12-dən də 10 tam 10'da 5'in, yəni 12-dən belə fikirləşində 10 manat 50 qəpiyin çıxanda yerdə nə qədər qalır? 1 manat 50 qəpik. 1 manat 50 qəpik, yəni 1 tam 10'da 5x bərabərdir 27. X ilə tapmaq üçün 27-ni bölürük 1 tam 10'da 5'ə. Bu da bərabər olar. 27-ni 10'a vursaq 270, 15'ə böləndə yerdə qalar neçə? 18. X-i tapdıq 18. Bizdən nəyi soruşur? Düzbucağın uzunluğu neçə desimetrdir? Uzunluğu nə qədər qeyd etmişdik? 5x. X-i neçə tapdıq? 18. 5 ilə vuranda 18-ə cavab verir neçə? 90 desimetr. 7-ci sualda da cavabımız olur B variantı. Keçək növbəti suala. 8-ci suala baxırıq. 8-ci sualda bizə deyir: atanın indiki vaxtdan 3 il əvvəlki yaşı ilə oğlunun indiki vaxtdan 4 il sonraki yaşlar nisbəti 7/2 kimidir? İndiki vaxtdan 2 il sonra ata oğlundan 5 dəfə böyük olarsa, hazırda oğlun neçə yaşı var? Qeyd edək, ata və oğul. Müxtəlif cür həll etmə olur bu məsələləri. Daha rahat yolu geri qayıtmayın. Baxın nə deyir? Nisbəti 7/2 kimi. Atanın yaşını yazıram 7x. Təbii ki, atanın 7 yaşı yoxdur ki. Yanına mütləq nə yazmalıyıq? Dəyişən. Oğlun yaşını yazıram 2x. Deyilənlərin əksinə 3 il əvvəlki. Məsələn, kimsə bizdən soruşur ki, 3 il əvvəl neçə yaşın vardı? Deyirəm ki, tutaq ki 50. Deməli, hazırda onda neçə yaşın var? Tapmaq üçün nə etməlisiniz? 50-nin üstünə 3 gəlməlisiniz. İndi atanın da 3 il əvvəl 7x yaşı varsa, hazırda neçə yaşı var? 7x üzərinə gəlsin 3 qədər. Sonra geri qayıdırıq. İndiki vaxtdan 4 il sonra uşağın nə qədər yaşı olacaq? Yəni oğlunun yaşı olacaq, deməli 2x. Məsələn, bizdən yenə soruşsalar ki, 4 il sonra neçə yaşın olacaq? Məsələn, desək ki, 4 il sonra 34 yaşımız olacaq. Deməli, hazırda bizim neçə yaşımız var? 4-ün nə etməlisiniz? Çıxmalısınız. Deməli, oğlun da hal-hazırda yaşı 2x çıxılsın 4 yaşını demiş. Tənliyi qurduqmu? Bəli. İndi nə deyir bizə? İndiki vaxtdan 2 il sonra atanın 7x plus 3 yaşı var. 2 il sonra deyəndə 2 yaş atanın yaşı artır. 2x çıxılsın 4 oğlun yaşı idi. 2 il sonra da 2 yaş oğlun yaşı artır. Və ata oğlundan 5 dəfə böyük olur. Demək, oğul 5 dəfə kiçik idi. Onda oğlun yaşını 5 dəfə artırsam, tənliyi həll etmək üçün atanın yaşına nə olmuş olar? Bərabər olar və biz də oradan x-i dəyişəni tapmış olarıq. Onda olar 7x 3 üstə 2 5 bərabərdir. Çıx 4 plus 2, 4-dən 2-sini çıxanda bu elə 2x çıx 2 demək. Paylama qanununa görə 5-i 2-yə vuranda 10x çıxılsın 5-i 2-yə vuranda 10 edər.
Çıxısını onsuz aparanda toplama olacaq. 5 üstəgəl 10 olacaq. 12 söz yerində 7x-i sağa keçirdəndə bu da çıxma olmuş olacaq. Çıxma toplama olur, toplama çıxma. Onda 15 bərabər olacaq 3x-a. 15-i 3-ə bəndə x də bərabər olacaq neçəyə? 5-ə. X-i 5 tapdı. Hazırda oğlun neçə yaşı var? Hazırda oğlun yaşı nə qədərdir? 2x çıxısın 4 şəklində. Onda olacaq 2 vurulsun. X-i neçə tapmışıq? 5. 2 vur 5-ə çıx 4. 2 5-in 10, ondan 4-ün çıxanda yerdə qaldı neçə? 6. Yəni hazırda oğlun 6 yaşı var. 8-ci sualda da cavabımız oldu. C variantı. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-cu sual bərabərsizliyə aiddir. A-nın ala biləcəyi ən böyük tam ədədlə ən kiçik tam ədədin cəmi tapın. Sadə bir sualıdır. A 3,7-dən böyük bərabər. Ən böyük tam ədəd neçəni alır? Bax belə fikirləşin də. 3 manat 70 qəpikdən böyük, ən kiçik tam ədəd neçədir? Tam manat neçədir? Hansı puldur? Təbii ki 4 manat. Yəni ən kiçik ən az bir yazaq. Ən az tam ədəd neçə olacaq? 4. Ən çoxu yazaq. 17 manat 60 qəpikdən kiçik və bərabər. 17 manat 60 qəpikdən kiçik, amma ən böyük tam pul neçədir? Deyirsiniz ki 17 manat. Ən çox da 17 oldu. Və bu bizdən bunların cəmini soruşur. 4 və 17 cavabımız etdi 21. Bitdi. Sadə bir sualıdır. Keçək növbəti suala. 10-cu suala baxırıq. Aşağıdakı ədədlərdən hansı onluqlara qədər yuvarlaşdıqda azalır, yüzüşlərə qədər yuvarlaşdıqda isə nə olur? Artır. Deməli, ədədin özündən sağa 5, 6, 7, 8, 9 olanda nə olurdu? Plus 1 vahid artırdı. Amma özündən sağa 0, 1, 2, 3, 4 olanda isə heç bir artım olmur. Yəni olduğu kimi qalır. Və hər iki halda özündən sağa bütün yerdə qalan ədədlər, rəqəmlər nəyə çevrilirdi? Sıfıra çevrilirdi. Qaydaq indi sualımıza onluqlara qədər azalmalıdır. Onluqların altından xətt çəkək. 8-dən sağa 5 var. Deməli artır. 4-dən sağa 2 var, azalır. 2-dən sağa 3 var, azalır. 8-dən sağa 9 var, artır. Sonra isə yüzlüklərə qədər isə artır. Yüzlüklərin altından xətt çəkək yerdə qalan ədədlərdə. 8-dən sağa 2 var, azalır. 9-dan sağa 4 var, azalır. Bizə artım lazımdır. 0-dan sağa 5 var, artır. Bəli. Deməli, bu ədədi onluqlara qədər yuvarlaşdırsaq, qeyd edək. Yəni 1051 onluqlara qədər. Özündən sağa 1 var deyibən, azalmış olacaq, yəni olacaq 1050. Yüzlüklərə qədər yuvarlaşdıraq. %100 sıfırdır. Özündən sağa 5 var deyibən. 1 artacaq, 0 üstə 1, 1 olacaq. Özündən sağa bütün rəqəmlərdə nə olur? Sıfıra çevrilmiş olur. Yəni cavabımız olacaq. 10-cu sualda Y variantı. Keçək növbəti suala. 11-ci suala baxırıq. 11-ci sualda bizə deyir ki, kvadrat şəklində torpaq sahəsinin perimetri 24 metrdir. Yəni kvadrat çəkək. Kvadrat da bütün tərəfləri bərabər olan 4 tərəfi var və 4 tərəfi də bərabər olan fiqur. Perimetri 24-dürsə, onda 24-ü bölərək 4-ə tərəfini tapa bilərikmi? Bəli. Demək, tərəf olur nə qədər? 6 metr. Tərəfləri olur 6, 6. Formada qeyd edirik. Yəni, hər tərəf 6-dır. Sonra isə nə deyir? Bu sahənin kənarında qarşı-qarşıya olan A və B məntəqələri var. Tutaq ki, bu A məntəqəsi, bu da olsun B məntəqəsi. Qarşı-qarşıyadırmı? Bəli. Və yaxud da istəyirsiniz A-nı burada yazın, B-ni burada yazın. Bir fərqi varmı? Xeyr. Heç fərqi yoxdur. Əsas odur, qarşı-qarşıya olsun. Sonra isə deyir ki, sahənin içindən keçməklə A və B məntəqələrinə düzbucaqlı formada yol çəkilir. Tutaq ki, buradan belə bir sahənin içindən keçməklə düzbucaqlı formada nə çəkilir? Yol çəkilir. Düzbucaqlı da nə deməkdir? Qarşı tərəfləri bərabər olan fiqur. Kvadratın içindən keçən yolun perimetri. Yəni A və B kvadratın yanında da ola bilər, uzaq da ola bilər, fərqi yoxdur. Kvadratın içindən keçən yol budur. Həmin bu yolun, yəni düzbucaqlının perimetri deyir nə qədərdir? 17-dir. Onda deyirik ki, bu yolun elə sağ və sol tərəfi. Bu tərəf 6 olduğuna görə. Və burada bizə nəyi verəcək? 6, 6. Biz sadəcə nəyin bilmirik? Həmin o düzbucaqlı formasında olan yolun enini bilmirik. Və düzbucaqlı olduğuna görə qarşı tərəfləri bərabər. X olacaq. Onda perimetrini tapmaq üçün 6 üzərinə gəlsin x, n-lə uzunluq toplanır. Vurulsun 2-yə bərabərdir 17. 17-ni 2-yə bölsək, 6 üzərinə gəlsin x bərabər olar. 16-nı bölsək 8, 8,5-ə. 8,5-in 6-sını çıxsaq, x bərabər olar 2,5-ə. Deməli, yolun eni nə qədərmiş?
2,5'miş. Və bizdən soruşur ki, yol olmayan sahə neçə kvadrat metr? Bu hissə yoldur, düzdürmü? Yol olmayan deyirsə, bu yerdə qalan nöqtə-nöqtə qoyduğum hissələr. Nöqtə qoyduğum hissələr həmin sahəni bizdən soruşur. Deyirik ki, onda mənim kvadratın sahəsi, mən ümumi sahədən bu yolun sahəsini çıxsam, yerdə yol olmayan sahə qalırmı? Bəli. Kvadratın sahəsi 6 vur 6-ya nə qədərdir? 36 kvadrat metr. Bəs yolun sahəsi nə qədərdir? Uzunluğu onsuz 6 idi. Kvadratın tərəfinə bərabər idi. 6 vurulsun. Eni nə qədərdir? Eni də biz tapdıq 2,5-ə. O da bərabər olar. 6-nı deməli 2-yə vursaq 12, 10-5 onun yarısıdır. O da eləyir neçə? 15 kvadrat metr. Yəni ümumi sahədən 36-dan çıxsaq, həmin bu 15 kvadrat metrə, yəni yolu. Bax, bu yol nə qədər oldu? 15 yol oldu nə qədər? 15 kvadrat metr. Ümumi sahədən 36-dan çıxanda 15-in yerdə nə qədər qalır? 21. Yəni yol olmayan hissənin sahəsi oldu nə qədər? 21 kvadrat metr. Cavabımız olur 11-ci sualda C variantı. Keçək növbəti suala. 12-ci suala baxırıq. 12-ci sualda bizə deyir, bağda olan bütün meyvə ağaclarının 7 ədədindən başqa hər 8 ağacdan 3-ü alma ağacıdır. Hər 9 alma ağacından 23 kiloqram alma yığıldı. Bağdan cəmi 92 kiloqram alma yığılıbsa, bütün meyvə ağaclarının ümumi sayını tapın. Biz birinci alma ağaclarının sayını tapa bilərik. Necə? Hər 9 almadan 23 kiloqram yığılırsa, 9 ağacdan demək 23 kiloqram yığılır. Və deyir ki, 92 kiloqram yığılıb cəmi alma. 92 kiloqram yığılması üçün neçə alma ağacı lazımdır? Bilmirik x. Onda çarpı şəkildə 92-ni vururuq 9-a bölürük 23-ə. 23-ə böləndə 4, 4 9-un bölür neçə? 36. Deməli, alma ağacı nə qədərdir? 36 ədəddir. İndi qaydaq əvvələ məsələn. Bizə deyir ki, bütün meyvə ağaclarının 7 ədədindən başqa, bütün meyvə ağacları nə qədərdir? Biz bilmirik. Xeyr, x sayıdır. Yəni bu x-in 7 ədədindən başqa deyəndə nə etməliyim? 7-sini çıxıram. Həmin bu 7 ədədindən başqa. Hər 8 ağacdan 3-ü. 8 ağacdan 3-ü nə deməkdir? 8-də 3-ü deməkdir. Yəni hər 8 ağacı tapmaq üçün nə etməliyim? Bölməliyim 8 yerə. Və bundan da 3 dənəsini, hər 8-dən 3-ünü tapmaq üçün vurmalıyam 3-ə. 3-ə vurmalıyam ki, bu alma ağaclarının sayını versin. Və alma ağaclarının sayı nə qədərdir? 36. Sadəcə bu tənliyi həll etməyimiz yetərlidir. Tənlik formasında yazdım. Yəni şifahi şəkildə hesablaya bilərsiniz. Heç bir fərqi yoxdur. 36-nı 3-ə böləndə deməli 12, 12-ni 8-ə vuranda x çıx 7 bərabər olur 96-ya. 96 üstə 7 x bərabərdir 103-ə. Və bütün alma ağaclarının sayını ikisindən ifadə etmişdik. Bizdən də soruşurdu. Ümumi ağacların sayını tapın. Ümumi ağacların sayı oldu nə qədər? 103 ədəd. 12-ci suallara cavabımız oldu A variantı. Keçək növbəti suala. 13-cü suala baxırıq. 13-cü sualda bizə deyir. Dərzi 3 metri 5,6 manat olan parçadan 5 top aldı. Parçanın hamısından istifadə edərək pərdələr tikdi. Dərzi düzəltdiyi pərdələri parçanın ümumi maya dəyərindən 25% artığına sataraq cəmi 28 manat xeyir əldə etdi. Buna görə hər topda neçə metr parça var? Baxın, müəllimlərimizi işləyən, belə deyək, testi işləyən müəllimlərimizi çaşdıran bir çox məqam hansıdır? 5,6-nı 3-ə bölməyə çalışırlar. Onluq kəsir alırlar və yaxud da dövrü olmayan kəsir alırlar və s. Ümumiyyətlə, yəni bu hesablamada səhv edirlər və fikirləşirlər ki, ya özləri səhv edir və yaxud da testdə səhvlik var. Amma tənasüblə qurulanda bunun cavabı çıxmış olacaq. Necə? Ümumi maya dəyəri nə deməkdir? Yəni neçə alıbsa, onun 25% artığı. Yəni 25%-nə 28 manat qazanıbsa, bəs 100% ümumi nə qədərmiş? Yəni maya dəyəri ümumi nə qədərmiş? Biz onu tapmalıyıq. Onda 100-ü vururuq 28-ə, çarpı şəkildə bölürük 25-ə. 4 düşər, 4-ü 28-ə vuranda bu edər 32, 8 o da 3, 11, 112. 112 manat bu etdi. Yəni ümumi nə qədər pul verib? 112 manat pul verib. 3 metri 5,6 manatdır axı. 3 metr 5,6 manat. Bəs 112 manata nə qədər alıb? 112 manata nə qədər alar? Bilmirik x. Onda çarpı şəkildə vuranda deməli 3 112-yə vurulur, x 5,6-ya.
X-də tapma açsan 112-ni bölməli 5,6-ya vurmalıyıq 3-ə. Burada da x bərabərdir. 112-ni 56-ya böləndə düşər 2. 10-da 6 ona vuranda isə düşər 20. 20-ni də 3-ə vuranda bu edir neçə? 60 metr. Yəni ümumi parçanın uzunluğu nə qədərmiş? 60 metr. Bizdən buna görə hər topdan neçə metr parça var soruşur. Neçə top parça almışdı? 5 top. 5 top alıb 5 top və bu da 60 metrdir. Onu da biz tapdıq buradan. Məsələni həll etdik. 5 top 60 metrdirsə, bir topda nə qədərdir? 60-ı böləndə 5-ə, bu da düşür 12 metr. Yəni 13-cü suallara cavabımız olur A variantı. Keçək növbəti suala. 14-cü suala baxırıq. Sinifdəki oğlanların sayı qızların sayının 3/2 hissəsindən 2 nəfər çoxdur. Sinifdə cəmi 32 şagird varsa, oğlanlar qızlardan neçə nəfər azdır? Qeyd edək oğlan və qız. Oğlanlar qızların sayının 3/2 hissəsindən. Məsələn, baxın, qızların sayını x versəz, oğlanların sayı olur 3/2x və 2 nəfər çoxdur deyəndə nə etməli? Üstünə 2 gəlməli. Və bunların cəmi nə qədər eləməlidir? 32 şagird. Yəni bu tənliyi həll edə bilərsiniz. Kəsirsiz həll etmək istəyirsinizsə, 3/2 hissəsindən deyir axı. Qızların sayına verərsiniz 3x. Müəllim, olarmı mən 6x verim, 9x verim, 12x verim? Fərqi varmı? Xeyr. Sadəcə kəsirsiz həll etmək üçün məxrəcə uyğun dəyişən verə bilərsiniz. 3x-in 3/2 hissəsi nə qədərdir? 3-ü 3-ə böldü 1, 1-i 2-yə vuranda 2x və 2 nəfər çox üstə gəl 2. Yenə də bunların da cəmi 32. Heç bir fərqi yoxdur. Tərəf-tərəfə toplasaq 2 və 3 bu edir 5x. Plus 2 var burada. 2 bərabərdir 32. 32-nin ikisini çıxanda 30. 5-ə böldü x tapdıq 6. Qızların sayı olacaq. Demək qız 3x-idir. 3 vur 6-ya 18. 32 18-in çıxanda oğlan olur 14 və ya oğlanlar 2x plus 2 deyildi. 2 vur 6 12 üzərinə 2 gəndə oldu 14. Oğlanlar qızlardan neçə nəfər azdır? Qızlar oldu 18, oğlanlar 14. 18-dən də çıxırsınız 14-ün, deməli 4 nəfər azmış cavabımız oldu. 14-cü sualda D variantı. Keçək növbəti suala. 15-ci suala baxırıq. 15-ci sualda bizə deyir, ABC üçbucağında C bucağı düz bucağın 5/2 hissəsindən 4 dərəcə böyük. Bir dənə üçbucaq çəkək, qeyd edək. Deməli, yazaq bura deməli A, C, B fərqi yoxdur. Hər hansı formada işarə eləyə bilərik. Əsas eyni adda olsun. Deyir ki, C bucağı düz bucağın 5/2 hissəsindən 4 dərəcə böyük. Düz bucağımız bilirik ki, düz bucaq deyəndə neçə dərəcə nəzərdə tutur? 90 dərəcəni. 90 dərəcənin 5/2 hissəsindən böl 5-ə vur 2-yə. 18 2-yə vurduq 36. Həmin bu 36 dərəcənin də 4 böyük, 36 üstə 4 gəlsə, bu edir neçə? 40 dərəcə. Deməli, C bucağı oldu nə qədər? 40 dərəcə. Sonra isə deyir, B bucağından 30 dərəcə kiçikdir. C, yəni 40-dır. B-dən 30 dərəcə kiçik. Deməli, B əksinə 40-dan 30 dərəcə nə olmalıdır? Böyük olmalıdır. 40 üstə 30 bu deyilir neçə dərəcə? 70 dərəcə. Burada yazdıq 70 dərəcə. Buna görə deyir, A bucağını və üçbucağın növünü tapın. Üçbucağın da biz bilirik, daxili bucaqların cəmi nə qədər etməlidir? 180 dərəcə. A-nı tapmaq üçün 180 dərəcəni həm C-ni, həm də B-ni çıxmalıyam. Yəni B-ni 70-i çıxırıq, çıxısın 40, C-ni çıxırıq. 70 40 110-un çıxanda yerdə qalır neçə dərəcə? 70 dərəcə. Deməli bucaq A da neçə dərəcəymiş? 70 dərəcəymiş. A oldu neçə dərəcə? 70. 70 olmayan variantları silirik buradan. Və indi bizə deyir üçbucağın da növünü tapın. Bura baxın. Deməli 70 dərəcə, 70 dərəcə. Yəni bu bizə nəyi verir? Üçbucağın iki bucağı bərabərdirsə biz buna nə deyirik? Bərabər adı üstündə. Bərabər yanlı. Bərabər yanlı üçbucağın yan tərəfləri həm də yan bucaqları bərabərdir. 70 dərəcədə deməli 0, 0-dan böyük iki bucaq 90 dərəcədən kiçikdir, düzdürmü? 70 dərəcədə olur iki bucaqlı, bərabər yanlı üçbucaq cavabımız olur C. İti bucaqlı olmaqla iti bucaqlıdır, amma müxtəlif tərəfli demək xeyr, müxtəlif tərəfli deyil, bərabər yanlıdır. Ona görə 15-ci sualda cavabımız olur C variantı. Keçək növbəti suala. 16-cı suala baxırıq. Tərəfləri 20, 15, 10 sm olan bir kuboidlə onun hər küncündən bir ədəd
tili 3 sm olan kublar kəsib çıxarılır. Yerdə qalan hissənin həcmi neçə kub santimetr olar? Kuboid deməli 6 üzü var. 6 üzü şəklini çəkib oxşada. Məsələn, bu bizim nəyimiz olsun? Tutaq ki, boşaltmağa çalışdıq da tutaq ki. Bu bizim kuboidimizdir. Məsələn. Deməli, uzunluqları nə qədər verib? Uzunluqları verib 20, 15, 10. Həcm dili necə tapılır? V bərabərdir. A vur B vur C. M vur uzunluq vur hündür. Onda olacaq 20 vur 15 vur 10'a. 20'ni 15'e vurdu. 300, 300'ü də 10'a verəndə bu deyilir 3000 kub santimetr. İndi deyir ki, hər küncündən kuboidin də neçə küncü var? 8 küncü var. Baxın qeyd edin. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Hər küncündən tili 3 santimetr olan kublar. Kub nə deməkdir? Bütün üzləri, bütün tilləri bir-birinə bərabər olan fəza fiqurudur. Yəni n də 3, hündürlüyü də 3, uzunluq da 3. Bəs bunun həcmi nə qədər olacaq? V bərabərdir. A kubu hesablanır. Yəni 3 vur 3-ə vur 3-ə. 3-ün 9, 9 3-ün 27. Hər deməli bizə deyir ki, hər küncündən bir ədəd tili 3 santimetrin kublar kəsilir. Yəni birin buradan, birin buradan, birin buradan neçə ədəd kəsdilər? Sayın qeyd etmişdik. 8 ədəd kəsiblər. Və hər biri də 27-dir. Onda 27-ni vursaq 8-ə cəmi nə qədərsini kəsib götürüblər? 8 7 56, 6 5 7 8 2 16. O da 5 21. 216-sını deməli kəsiblər. Bəs yerdə nə qalan deməli hissənin həcmi nə qədər olar? 3000-dən ümumi həcmdən kəsiləni çıxsaq, yerdə qalan hissəni tapmış olarıq. 10-dan 6 4, 9-dan 1 8, 9-dan 2 7, 3-dən 1-in vermişdik 2. Yerdə qalan hissənin həcmi oldu 2784 kub santimetr. 16-da cavabımız oldu Y variantı. Keçək növbəti suala. 17-ci suala baxırıq. 17-də deyir, bir ambarda 3 fərqli ərzaq növü ABC saxlanır. Şəkillərə qeyd olunur. Əgər A növü ərzağın çəkisi B növü ərzağın çəkisindən 60 kiloqram çoxdursa, C növü ərzağın çəkisi neçə kiloqram? Baxın, bu bizə nəyi verir? Tam bucağı. Tam bucağı neçə dərəcədir? 360 dərəcə. Çünki baxın, buradan belə bölsək, bu bizə nəyi verəcək? Açıq bucağı. Açıq bucağı 180, aşağısı da 180. 180, 180 nə qədər eləyir? 360. Ona görə tam bucaq 360 dərəcədir. A-nı verib, B-ni verib. B 90-dır, çıxırıq 90-ı. A da 108-dir, çıxırıq 108-i. Biz C-ni tapa bilərikmi? Bəli. A-nı B-ni çıxanda yerdə qalır neçə dərəcə? 90, 270, 108-in çıxanda 162 dərəcə. Deməli, C oldu 162 dərəcəyə uyğun. Yazaq 162 dərəcə. A, B-dən 60 kiloqram çoxdur. A neçə dərəcə idi? 108. 108-dən çıxsaq, B nə qədərdir? 90. 90-ın çıxanda yerdə qalır neçə dərəcə? 18 dərəcə. 18 dərəcə çox olduğuna görə 60 kiloqram çoxdur. Yəni, burada 60-ı götürüb bir dəfəni 18-ə bölə də bilərsiniz. Bir onluq kəsir alacaqsınız. Və ya tənasibi qurarsınız. Deyirsiniz ki, müəllim, 18 dərəcə çox deyildi. Əgər 18 dərəcə həmin o çoxa 60 kiloqram uyğundursa, bizdən C-ni soruşmurmu? Yəni 162 dərəcə. Bəs 162 dərəcəyə nə qədər yerləşər? Neçə kiloqram? Bilmirik. X. Çarpaz şəkildə vursaq, onda olacaq 162 vur 60-a böl 18-ə. 162-ni 18-ə böləndə düşər 9 dəfə. 9-u 60-a vuranda 9 6 54, yanına 0 yazırıq. Bu deyilir 540 kiloqram. Yəni C olur, C növü ərzağın çəkisi 540 kiloqram, cavabımız olur D variantı. Keçək növbəti suala. 18-ci suala baxırıq. Aşağıdakı çevirmələrdən neçəsi doğrudur? Baxaq. Birincisində nə yazıb? 5-də 3 sutka deyir 14 saat 24 dəqiqə. Baxaq. Bir sutkamız, burada qeyd edir, bir sutka bərabərdir 24 saata. 24 saat. Bəs 5-də 3 nə qədərdir? 24-ün 5-də 3-ün tapmasını 24-ü bölməliyəm 5-ə, vurmalıyam 3-ə. Ola bilər ki, burada bəzi müəllimlərimizi çaşdıran məqam bu olur ki, 24 5-ə bölünmür axı. Fərqi nədir? Onluq kəsir formasında bölək.
24'ü 20-ni 5-ə böləndə 4, 4-ü böləndə, yəni 40-ı böləndə 8. Yəni 4 manat 80 qəpik. 4,8 vur 3-ə, bu da bərabər olur. 3 8-in 24, 3 4-ün 12, o da 2, 14. 14,4 nə? Saat. Bu 14 saatla bir işim yox. 14 saat olduğu kimi yazdım mı? Bəli. 14 saat olduğu kimi yazdım. 10-da 4 qaldı axı. 10-da 4 saatı da çevirməliyəm nəyə? Burada dəqiqə ilə verib, dəqiqə. 10-da 4 saatı da çeviririk nə? Dəqiqə. Dəqiqə çevirmək üçün 1 saatımız neçə dəqiqədir? 60 dəqiqə. Bəs 10-da 4-ü nə qədər edəcək? 60-ın 10-da 4-ü. 60-ın 10-da 4-ü tapasın. 10-a bölüb vururuq 4. 10-a böləndə 6, 6 4-ün bu deyirik 24 dəqiqə. Deməli 5-də 3 sutka 14 saat 24 dəqiqəmiş. Bəli. 1 oldu necə? Doğru. 1 doğru. İndi növbətində 2-yə baxırıq. İkincidə bizə deyir 0,8 sentiner 80 kiloqramdır. Qeyd edək 1 sentiner bərabərdir 100 kiloqrama. Bəs 0,8 sentiner nə qədər olacaq? Tapasını vururuq 100-ə. Sıfırların sayı qədər deyirik verici sağa gəlir. 2 sıfır var deyib 2 ilə sağa gələcək. Bir dənə gələndə 8 olur və bir dənə də sağa gələndə əlavə 8-in yanına nə yazmalıyıq? 0 yazmalıyıq. Yəni 80 kiloqramdırmı? Bəli. 2 də oldu. Doğru. Üçüncüsünə baxırıq. Ekrana silək. 3-də deməli qeyd edir ki, 1,5 kiloqram 15.000 qramdır. 1 kiloqramımız 1000 qramdır. Bəs 1,5 kiloqram nə qədər olacaq? Tappa açın, vururuq 1000-ə. Bərabər olacaq. Vergül sıfırların sayı qədər. 3 dənə sıfır var. 3 dənə sağa gəlməlidir. Yəni 1, 2, 3 dənə gəndə. 5 yazılır. 2 yer boş qaldığına görə həmin yerə nə yazılır? Sıfırlar yazılır. Bu da eləyir 1500 qram. Amma nə qədər yazıb? 15.000 qram. 3 yanlışdır. 4-ə baxırıq. 4-cüsündə qeyd edib. Onda 1 ton 10 kiloqramdır. 1 tonumuz, 1 ton bərabərdir 1000 kiloqrama. Bəs onda biri nə qədərdir? 1000-in də onda birini tapaq. 1000-i bölü 10-a vuruq 1-ə. Bu da edir 100 kiloqram. Burada isə 10 yazıb. Yanlışdır 4-də. 5-cisinə baxaq. 5-də isə bizə deyir ki, 5 ar 5000 kvadrat metrdir. 1 arımız, 1 ar, 1 sot kimi də yaza bilər yoldaşlar, fərq yoxdur. 1 ar, 1 sot bərabərdir 100 kvadrat metrə. Bəs 5 ar nə qədər olacaq? 5 ar da bərabər olacaq. 5-i 100-ə vuranda 500 kvadrat metrə. Burada isə 5000 yazıbdır. Ona görə yanlışdır. Yanlış olanlar oldu. 5, 4, 3 bunlar yanlış. 1 və 2 doğru. Neçəsi doğru? İkisi doğru. Cavabımız olur B variantı. Keçək növbəti suala. 19-cu suala baxırıq. 4 fərqli natural ədədin həm ədədi ortası, həm də statistik ortası 20-yə bərabərdir. Bu ədədlərdən ən böyük ilə ən kiçik arasında fərq 8 olarsa, ən kiçik ədədin rəqəmləri cəmi tapın. Deməli, biz bu sualda nələri bilməliyik? Ədədi ortanın, statistik orta, yəni medianı və ən böyük fərq. Yəni, ən böyük ədəddən ən kiçik ədədə çıxanda ən böyük fərqi tapmış olur. 4 dənə ədədimiz var. Məsələn, biri A olsun, biri B, biri C, biri olsun D. Və bunların deyir ki, ədədi ortası da 20-dir. Ədədi orta verilən ədədlərin cəminin sayına bölünməsidir. Nəyi 20-yə bölüb, daha doğrusu nəyi 4-ə bölüb 20 alıb? Tapmaq üçün biz 20-ni vururuq 4-ə, bu düşür neçə? 80. Deməli, A üzərinə gəl B, üzərinə gəl C, üzərinə gəl D. Bunların cəmi nə qədərmiş? 80-miş. Sonra isə deyir, həm də statistik orta. Statistik orta ədədləri kiçikdən böyüyə doğru düzürdür və yaxud da median da deyilə bilər. Düzürdür. Tək saydadırsa, məsələn deyirəm, əlavə göstərirəm. A, B, C. Yəni 3 ədədsə, 5 ədəd, 7 ədədsə, 9 ədədsə, tək saydadırsa ortadakı ədədi götürürdür. Yox, əgər A, B, C dedirsə, cüt saydadırsa, ortada qalan 2 ədədin cəmin, B üzərinə gəlsin C-ni, toplayıb bölməliydik nəyə? 2-yə. Statistik ortada 20 deyil. Nə 2-yə bölündə 20 düşür? 22-yə vuranda B üstə gəl C-nin cəmi neçəymiş? B üstə gəl C-nin cəmi də oldu 40. Yəni burada B və C-nin cəminin yerinə neçə yazmalıyıq? 40 yazmalıyıq. Oldu onda A üzərinə gəl C, daha doğrusu A üzərinə gəl
D, aynen D qaldı da. Ən böyüyündən ən kiçik. Bu bərabərdir. Ümumi bunların cəmi 80-dir. 80-dən çıxırıq nəyi? B və C-nin cəmin. Yəni 40-ın çıxırıq. Demək, A üstə gəldi, D oldu neçə? Elə 40 olmuş oldu. Bu ədədlərin ən böyüyü ilə ən kiçiyinin fərqi 8. Ən böyüyü D idi. Ən kiçiyi nə idi? A idi. Çünki statistik ortasını tapmaq üçün kiçikdən böyüyə doğru düzməliyik. Fərqləri 8-dir. Onda D çıxılsın. A da fərqləri neçə imiş? 8 imiş. Və bu bir dəyişənlə də yaza bilərik bunu. Məsələn, tutaq ki, biri x olsa, digəri x plus 8. Bunların cəmi belə qeyd edirik 40-dır. Və yaxud da sistem tənliyində həll edə bilərik. Bizdən kiçik ədədi soruşur. Onda tərəf-tərəfə çıxarıq. D-lər gedər. A-dan mənfi A-na çıxanda müsbət olar. 2A bərabər olur. 40-dan 8-in 32, 2-yə böldü. A bərabər oldu 16. Yəni biri 16-dır, digəri isə 24. Həqiqətən də fərqləri 8, cəmləri 40. Bizdən kiçik ədədin rəqəmlər cəmi, kiçik ədəd 16, rəqəmlər cəmi 1 üstə 6, bu da eləyir 7. Yəni cavabımız olur 19-cu sualda A variantı. Keçək növbəti suala. Və sonuncu 20-ci suala nəhayət izahına baxırıq. Sizlər kimi mən də biraz ola bilsin ki, yorulduq. Amma davam edək. Onun da izahına baxaq, görək bizdən nə soruşur. Belə bir tənlik verir və deyir kökü haqqında. Tənlik kökü deyəndə yəni orada x-i, a-nı, b-ni, c-ni və s. Yəni dəyişən deyir. Dəyişən. Kök haqqında deyirsə dəyişəni soruşur bizdən. Hansı doğrudur? Birinci tənliyi həll edək. 3x çıx 120 bərabərdir. Paylama qanundan bunu yazaq. 2-ni x-a vuracağıq, bir də 2-ni 50. 2-ni x-a vuranda 2x, 2-ni 50-yə vurduq, bir də 100, çıxılsın 30. Həll edək bunu. 100-dən 30-un çıxanda qalır yerdə 70. 120 sağa keçindən toplanma olur. 70 üstə 120 bu eləyir 190. 2x sağa keçindən çıxma olur. 3x-dən 2x-in çıxanda yerdə qalır x. Yəni sadə bir tənlikdir. X-i tapdıqmı 190? Bəli. İndi baxaq variantlara. Hansı doğrudur? Bizə doğru lazımdır. 144 ədədinin 4də 1 hissəsinə bərabər. 144-ün 4də 1-i bölüb 4-ə vurmalıyıq 1-ə. 144 onsuz özü 190-dan kiçikdir. Bir də 4-ə böləndə kiçik olacaq, doğru olmaz. B variantı. Ən kiçik 3 rəqəmli ədəddən, ən kiçik 3 rəqəmli ədəd neçədir? 100. 90 vahid kiçik deyir yoldaşlar, böyük yox. 100-dən 90 vahid kiçik deyəndə 100-dən 90 çıxanda neçə qalır? 10. Məyər bizim cavabımız 10-durmu? Xeyr. Əgər desəydi ki, ən kiçik 3 rəqəmli ədəddən 90 vahid böyükdür, onda doğru cavab alacaq. Ən kiçik 3 rəqəmli ədəd 100-dən 90 vahid kiçik ədəd 10-dur. Amma bizim cavabımız neçədir? 190-dır. Bizə 190 doğruluğun verən variant lazımdır. Keçirik C. 2 rəqəmli ən kiçik cüt ədəddən 13 vahid böyükdür. 2 rəqəmli ən kiçik cüt ədəd deməli 10-dur. 2 rəqəmli ən kiçik cüt ədəd, bəli. 13 vahid böyük, 10 üstə də 13 gəndə yerdə eləyir neçə? 23. Doğru deyil. 5-ə böldükdə 10-luq kəsir alınır. 190-ı böləndə 5-ə. Sonu 0-la bitirdiyi bən 10-luq kəsir alınırmı? Xeyr. Bölsək belə düşər 3 dəfə, 3 5-in 15. 40-ı bölündə düşər 8 dəfə, səhv eləmirəmsə 38. 10-luq kəsirdirmi? Xeyr, natural ədəd. 10-luq kəsir deyil. D variantı da yanlış. Yüzlüklərə qədər yuvarlaşdıqda rəqəmləri cəmi qədər artır. Yüzlüklərə qədər yuvarlaşdıraq. 190 yüzlüyü 1-dir. Özündən sağa 9 olduğuna görə. Deməli 1 vahid artacaq, 1 üstə 1 2 olacaq. Özündən sağa olan rəqəmlər isə 0 oldu. 200 oldu. Deyir rəqəmləri cəmi qədər artar. 200-dən çıxanda 190-ın nə qədər artır? 10 artır. Rəqəmləri cəmi deməli 10 etməlidir, yoxlayaq. 190 rəqəmlər cəmi 1 üstə 9 üstə 0. Rəqəmlər cəmi neçə etdi? 10 etdi. Həqiqətdən də deməli həmin ədədin yüzlüklərə qədər yuvarlaşdıqda özünün, yəni 190-ın rəqəmləri cəmi qədər artır. Yəni cavabımız olur 20-ci suallara Y variantı. İzahlarımız hələ ki bu qədər yoldaşlar. Umarım ki sizlərə faydası olmuş oldu. Hər hansı bir irad təklifiniz varsa rəy bölməsinə qeyd edə bilərsiniz. Və ya hər hansı bir mövzuda və ya da hər hansı bir test
həllində çətinlik çəkirsinizsə, onları da qeyd edə bilərsiniz. Vaxt olduqca daha çox tələb olan mövzuya aid mövzu izahlar, test izahları paylaşmağa çalışacağam. Hər birinizə uğurlar olsun. Sonda da video izahın sizə bir faydası oldusa, bəyənib, abunə olub, paylaşa bilərsiniz. Təşəkkür edirəm diqqətinizə görə. Hələ ki, hələlik.